Demək, yeni işimizdə mənzildə bura mənzilin koridor hissəsidir. Əsas paylayıcı şitimiz yerləşir. Demək, şitimizdən koridorun giriş bu çatellərdir. Giriş qapısıdır. Bütün kabel xətləri qapının üstündən 1 kubik 20 santim üstünə işlənib hamısı. 20 santimdən 40 santimə qədər. Yəni 1 kubikdən sonra növbəti ikinci kubikin üzərində bizim kabel xətlərimiz var. Demək, burada bizim yerləşir bir ədəd kondisioner xətti, birbaşa şitdən qidalanır. Burada yerləşəcək bizdə domofon, vukuçater rozetka. Demək, sanitar qovşağın giriş vukuçateri və buradan iki xətt qalxır. Biri içərinin işıqlanması üçün, biri isə güzgü yanında rozetka üçün. Bir tane xətt. Güzgü yanında bir tane xətt rozetka üçün. Diqardan təxminən 30 santim ilə düşür. Birbaşa qutunun üstünə düşür. Və giriş işıqlanması da birbaşa yuxarıdan. Və burada bizim yerləşir demək, güzgü yanında rozetka və güzgün işıqlanması. Rozetkamızı demək, yerdən 110 santim və güzgün işıqlanması isə yerdən 150 santimdən xəttlərimiz çıxmışdır. Demək, koridorda 2 palageniya spot olacaq və spot xətti çıxarılıb. Digər xəttimiz isə burada koridorda buralar nəzərdə tutub. Həmin bura bir ədəd burada, biri də burada. Və bura üçün birbaşa gələn xəttimiz və onun əlaqə kabeli. Dediyim kimi, bütün xəttlər qapı üstündəki ilk kubikdən sonraki kubiklərdə nəzərdə tutulub. Demək, koridorun bu hissəsində bizə rozetka nəzərdə tutulub, həmin rozetka xətti digər otaqdan qidalanacaq. Və bu otaq bizə kiçik yataq otağıdır. Kiçik yataq otağında giriş vukuçateri və burada 2 palageniya düstur. Və bizim yataq başlarının vukuçater rozetkası, vukuçater rozetka və hər birində bura nəzərdə tutulub. Demək, burada yatağın kiçik və yaxud böyük çarpayı olmağını hələ tam aydın olmadığı üçün ona görə buradakı rozetkalar hündürlüyü 90 santimə qoyulub və buraların hündürlüyü 160 santim. Və bizim bu hissədə rozetkamız vardır. Bu rozetka bizdə demək, ütü masası üçün nəzərdə tutulub və bu hissədə bizim rozetkamız vardır. Bu rozetka isə bizdə demək, güzgü üçün, termo güzgü üçün nəzərdə tutulub. Və digər otaq böyük yataq otağıdır. Böyük yataqdan giriş xətti daxil olur və bu hissədən və yerdən 90 santim ilə. Bütün xəttlərimiz otaqlarda yerdən 90 santim ilə hərəkət edir. Yerdən 90 santim ilə demək, buradan xəttimiz davam edir. Yenə də burada bizə çarpayı yerləşir. Həmin çarpayının sağ və sol hissəsində yerləşən rozetka vukuçaterlərdir və burada rozetka və çarpayının yeri dəqiq olduğu üçün rozetkanın hündürlüyü 65 santimdə nəzərdə tutulub və 160 santimdə bura və bura. Və bizim burada xəttimiz gəlir
demək, pəncərə altı ilə və bu hissədə bizdə yenə də termo nəzərdə tutulub. Həmin termo rozetkası otağın işıqlanması üçün demək, bizdə 3 və 2,5 kabelimiz davam edir. Həmin kabel lüstr üçün nəzərdə tutulub. Demək, digər otaq zaldır. Demək, zalda giriş xəttimiz buradan daxil olub. Yenə də yerdən 90 santimlə xəttimiz paylanır rozetkalara və burada demək, künc divanı nəzərdə tutulub. Həmin künc divanının baş hissəsində bir rozetka, digər hissəsində bir rozetka nəzərdə tutulmuşdur. Və bu hissədə bizim kondisioner xəttimiz vardır. Kondisioner xəttimiz demək, yenə də qapı üstündəki kubikin üstü ilə gətirilmişdir və ehtiyatı ilə buraxılmışdır. Demək, kondisioner xətti əsasən nəzərdə tutulur. Təxmini tavan hesablanır. Tavandan 20 sm havalama üçün, sirkulyasiya üçün və 30 sm kondisionerin öz bloku. Həmin 30 sm-də kondisioner xətti çıxış edir. Demək, bu hissədə bizim yenə də xəttimiz davam edir. Bu xəttimiz bizim TV üçün və digər rozetka üçün aparılmışdır. Xəttlərin hündürlüyü, aparıldığı hündürlük 90 sm-da və burada 110 sm-da bir rozetkamız nəzərdə tutulub. Buradan biz xortum çıxartmışıq. Demək, yuxarı gələcəkdə əgər lazım olarsa krossun zat istifadə olunsun, boş xortum olsun təyin olunub çıxarılmışdır. Və bizim burada digər rozetkamız vardır. Bizdə digər otaq demək, mənzilin mətbəxidir. Mənzildə demək, mətbəx hissəsinə yenə də dediyim kimi qapıdan 20 sm yuxarıda bütün kabellər içəri daxil olur. Demək, bu hissədə bizdə yerləşir giriş fitanya xəttimizdir. Mətbəxin giriş fitanya xəttidir. Həmin giriş xəttindən biz bu hissəyə fitanya vermişik, əlaqə kabeli vermişik. Burada nəzərdə tutulub yemək masası. Həmin yemək masasının yanında rozetka, hündürlüyü 90 sm. Otaqda bütün vukuçatı rozetkaların altı 90 götürülür. Və bu hissəyə digər güc xəttlərimiz davam edir. Demək, bizdə burada yerləşir TV. Həmin TV hündürlüyü 110 sm-da nəzərdə tutulub və digər zaldakı kimi də bunda da boş xortum birbaşa yuxarı tavanın üzərinə çıxarılmışdır. Gələcəkdə lazım olsa həmin hissədən TV kabelini əlavə etmək üçün ehtiyac yaranarsa. Demək, güc xəttlərimiz buradan eniş edir. Burada bizim nəzərdə tutulub. Demək, bu hissədə bizə nəzərdə tutulub soyuducu, masaüstü rozetka və bu hissədə nəzərdə tutulub soba, demək, elektrik sobası, demək, qazın zajqanlı xətti fitaniyası burada olacaq və aspirator xəttidir. Demək, digər hissədə bizdə yenə də masaüstü rozetka və bu hissədə yerləşir bizdə. Burada paltar yuvan nəzərdə tutulub. Paltar yuvanı və paltar yuvanın fitaniyası, yəni rozetka xətti burada moyka yerləşir. Həmin moykanın içərisinə düşür ki, ehtiyac yaranarsa moyka içərisindən arxası açıq olduğu üçün oradan rahat taxıb çıxartmağa.
və bu hissədə də bizim digər masaüstü rozetkamız nəzərdə tutulub. Demək, mətbəx hissədə də bizdə işıqlanmada bir ədəd lüstr üçün və bir ədəd mebel qarşısındakı spotlarsa kabel atılmışdır. Demək, bizdə zalın işıqlanmasında təşkil olunub 2 palageniya spot xətti və 2 palageniya lüstr xətti. Və montaj işlərimiz bu qədər. İnşallah divar tam marka gəlsin. Markadan sonra qutuların qoyulması işləri aparılacaq.